Xanımlarda olan uşaqlıq yolunda qaşınma, cic, mikrob, infeksiya, göbələk, bundan sonra müxtəlif rəngli axıntı, su gəlmə, buna vicereniya deyirlər, çirkin olması kimi və ağrı ilə müşahidə olunan diskomfort halları, kandida göbələyi hətta və müxtəlif növ digər göbələklər, qarşı cinsdən yoluxan xəstəliklər varsa, zəhmət olmasa ürəyin üzərinə basın, videonu bəyənin, ürək qırmızı rəng olsun. Fikirlərinizi yazın, sizdə hansı formadadır və nə qədər davam eləyir. Bir də videonu xanımlar arasında paylaşsınlar zəhmət olmasa. İstifadə edə biləcəyiniz ən ucuz vasitə təxminən 12 manat 50 qəpik 13 manat arasında dəyişən bir Femines şamdır. İçində 2 dənə blister var və alıb istifadə edən xanımlar bir mənalı olaraq 100% bəyənirlər. Yəni istifadə edib bəyənməyən ümumiyyətlə yoxdur. Zaten videonun altında yazacaqlar. Hətta bir neçə videonun altına yazıblar ki, mənim sevimli şamım. Çünki xanımlar bunu çantalarında gəzdirirlər. Bir listə 6 manatdır, təsəvvür eləyin. Sərfəli qiymətədir və effektivliyi superdir. Plus hər axşam yatanda bir dənəsini qoyub yatırsınız və salam. Başqa heç nə eləməyə ehtiyac yoxdur. Nə yuyunmalar, nə hansısa tablet içməyə, nə bilim, nələrsə başqa şeylərdən istifadə etməyə qəti ehtiyac yoxdur. Bir dənə ən rahat forma. Şamı qoydunuz içəriyə, yatırsınız və salam. Şəhərin bütün apteklərində var, əldə edə bilərsiniz. Effektivliyi də əlbəttə ki, kommentariyalarda yazacaqlar və siz də oxuyub, alıb istifadə edə bilərsiniz. Sağ olun, növbəti videolarda görüşənə qədər.